Daxili İşlər Nazirliyi oğru dünyası ilə əlaqədə olan 49 nəfərin saxlandığını açıqlayıbdır. Daha 14 nəfər qiyabi qaydada cinayət məsuliyyətinə cəlb edilibdir. Saxlananlar arasında 5 qanun oğru da var. Nazir müavini Aleksandr Darxvaladzenin bildirdiyinə görə əməliyyat məhkəmə qərarı əsasında keçirilibdir. Saxlanılan şəxslər oğru dünyasının üzvü olmaq, oğru yığıncaqlarında iştirak və bu kriminal şəbəkənin fəaliyyətini dəstəkləməkdə ittiham olunurlar. İstintaqla müəyyən edilib ki, onlar xaricdə olan qanun oğrularla əlaqədə olub. Onların tapşırıqlarını yerinə yetiriblər və uğurlu razborkaları təşkil ediblər. Bu proseslər zamanı vətəndaşlardan pul tələb edildiyi, göstərişləri əməl etməyənlərin isə təhdid və zorakılığa məruz qaldığı bildirilir. Axtarışlar zamanı kompüter, mobil telefonlar və odlu silah maddi sübut kimi götürülübdür. İstintaq davam edir. Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.